Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbəri tutaraq dövlətimizin başçısı tərəfindən qəbul edilmiş fərmanla qərara alınmışdır. Birincisi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəbadi hərbi təxribatlar törətməsi ilə əlaqədar 2020-ci il 28 sentyabr saat 00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilsin. 2. Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilsin. 3. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax, Akstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilsin.